Sovet dövründə yaşayanlar Leninin hökumətin nəşrinə icazə verdikləri məktubları ilə tanışdılar. Ancaq indiki gənc nəslin əksəriyyəti bu məktubları ya oxumayıb, ya da bu barədə heç məlumatları yoxdur. Açığı, bəlkə də Lenin bu məktublar bizə lazım deyil. Ancaq tarixlik baxımda bu məktubları oxuyub geridə qoyduğumuz çağ və onun gedişatı haqqında müəyyən məlumatlar əldə etmək pis olmazdı. Bir sözlə, qəbul edib etməməyimizdən asılı olmayaraq, tarixdə özünə məxsus yerləri olan tarixi şəxsiyyətlərin fikirləri ilə tanış olub bilgilənmək lazımdır. Məhz Lenin də belə kateqoriyaya aid olan insanlardandır. Leninin Maksim Gorkiyə 1908-ci ildə yazdığı bu məktub Ədəbiyyat qəzetinin 1936-cı il 6 iyul 67-ci sayında dərc edilib. Lenin Maksim Gorkiyə yazır: "Ekspres göndərdiyiniz məktubu bugün aldım. Qapriyə, sizə gəlmək əcəb cazibəli imiş. Siz onu o qədər təsvir etmişsiniz ki, vallah, hökmən gələcəm və arvadımı da özümlə gətirməyə çalışacağam. Lakin nə vaxt gələcəyimi hələ bilmirəm. Çünki indi proletariyanın nəşri ilə məşğulam. Onu təşkil etmək və işlər necə olur olsun qaydaya salmaq lazımdır. Bu ən azı 1-2 ay vaxt aparar. Bunu isə etmək vacibdir. Yazda isə Qaprinin ağ şərabını içməyə, Neapoli seyr etməyə və sizinlə söhbətə gələcəm. Yer gəlmişkən, onu da deməliyəm ki, mən İtalyanca öyrənməyə başlamışam. Sizin mənə yeni nəşr edəcəyimiz proletariyanın daşınması haqqında yazmaqla özünüzə iş açdınız. İndi yaxanızı əlimdən asanlıqla qurtara bilməzsiniz. Bu barədə müəyyən işlər görmək lazımdır. Belə ki, Rusiya ilə rabitə saxlayan gəmilərdə gəmi xidmətçiləri və işçiləri ittifaqının katibini hökmə tapmaq lazımdır. Gəmilərin hardan, nə vaxt və neçə vaxtdan bir gəldiyini öyrənmək lazımdır. Bizim üçün daşınmanı hökmən hər həftə həyata keçirsin. Bu neçəyə başa gələr. Bizə işində səliqəli adam tapmaq lazımdır. Qəzeti aparıb çatdırmaq üçün onlara Rusiyada, məsələn, Odessada ünvan vermək lazımdır. Yoxsa onlar az miqdarda qəzeti Odessadan İtalyan işçilərindən birisinin yanında müvəqqəti olaraq saxlaya bilərlərmi? Bütün bunlar bizim üçün olduqca əhəmiyyətlidir. Bunların hamısını qaydaya salmaq, çalışmaq, tapmaq, anlatmaq, yoxlamaq lazımdır. Bu işdə tələsmək lazımdır. Çünki 2-3 həftədən sonra burada qəzeti nəşr edib buraxmaq fikrindəyik. Belə olan halda isə qəzeti ünvanlarına daha tez çatdırmaq lazımdır. Məndən bu qədər. Hələlik, Qapridə görüşənədək. Sizin Ulyanov.